Mərkəzi Gömrük Hospitalının həkim rezidenti Nurayna xanımın övladı dünyaya gəlib. Uşaqların, körpə uşaqların müayinə paketi daxilində oftalmoloji müayinə var. Mən Aynur Əliyeva oftalmoloq olaraq uşağı ilkin müayinəsində göz yaşı kanalının dar olmağı əlamətlərini izlədik və anaya izah elədik göz yaşı kanalı 38 həftədən tez doğulan uşaqlarda biraz dar olub bağlamağa meyilli olduğuna görə lazımi tədbiri vaxtında görsək, problem ilk bir həftə ərzində həll olunur. Anaya təlimat verildi, göz yaşı kanalı masajı təlimatı öyrədildi, ehtiyac olduqda antibakterial damlalar təyin eləyəcək, hər şey kontrol altındadır və göz yaşı kanalı masajından müalicənin bir həftəsindən sonra təkrar müayinə planlaşdırırıq inşallah və bir həftə sonra yaxşı nəticə ilə uşağımızı növbəti 2-ci, 6-cı və aylarında və 12-ci ayında müayinəyə dəvət edəcək, görüşəcək inşallah. Dəyməz. Salam, mən İlxan Qasımov, Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin həkim rezidenti, yoldaşım Nurayna Çələbiyeva, Cərrahiyyə şöbəsinin həkim rezidenti. Biz bu günə burada həkim olaraq, doktor olaraq deyil də xəstə və xəstə yaxınları olaraq iştirak edirik. Hospitalda, öz hospitalımızda övladımız dünyaya gəlmişdir. Hospitalımızda seçmə səbəblərimiz təkcə öz hospitalımız olması deyil, həm də burada bizə göstərilən peşəkar xidmət, peşəkar həkimlərimiz olduğu, yəni bizə ilk hospitalda ilk müraciət eləmə səbəblərimizdən biri də bu olmuşdur. Bizə göstərilən bütün xidmətlərə, bütün köməkliklərə, bütün hər şeyə görə Ceyhun müəllimin başda olmaqla, Bəxtiyar doktor başda olmaqla, Sərdi doktor Münazir xanım başda olmaqla bütün Mərkəzi Hospitalının həkim heyətinə, tibb heyətinə hamısına öz təşəkkürümü bildirirəm. Salam, mən Əsəzzadə Firuzə. Mənə bacı kimi əziz olan qrup yoldaşım Nurayna ana adını qazandığı üçün ona təbrik edirəm və övladını böyütməkdə ona uğurlar arzu edirəm. Nurayna və ailə üzvləri adından ona göstərilən xidmət və qayğı üçün Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, mama ginekoloq Sədi Allahverdiyev, pediatr Minazər xanıma onların adından və öz adından öz dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun.